Hazırda biz Bakı metropolitenindəyik. Ayın 15-dən etibarən Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin qırmızı və yaşıl xətlərin ayrılması layihəsinə start verilib və artıq ayın 15-dən etibarən bir çox sərnişinin axırıncı dayanacağı Nizami stansiyası olacaq. Bununla bağlı daha ətraflı məlumatı bizə Bakı metropoliteninin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov verəcək. Bəxtiyar bəy, artıq bir çox sərnişinləri maraqlandırır ki, layihə necə olacaq, avtobuslar ayrılıbmı və tikinti işləri nə zaman bitəcək? Bununla bağlı bizə qısa məlumat verərsiniz. Buyurun. Salam, hər vaxtınız xeyirli olsun. Əlavə olaraq onu qeyd edim ki, bu xətlərin ayrılması layihəsi ümumiyyətlə şəhərdə ictimai nəqliyyatın düyününün açılması istiqamətində atılacaq ən vacib addımlardan biridir. Layihənin icrası 10-11 ay davam edəcək. Artıq ilkin məlumatı siz qeyd etdiniz. Sərnişinlərimiz yaşıl xətt üzrə Dərnəgül Nizami stansiyaları arasında qatarla hərəkət edə biləcəklər. Eyni zamanda İçəri şəhər Həzə Aslanov istiqamətində ayrıca hərəkət təşkil olunacaq. İçəri şəhər Həzə Aslanov istiqamətində interval 2 dəqiqə 30 saniyə təşkil edəcək. 28 may stansiyası bağlanmayacaq. Stansiya normal iş rejimi şəraitində fəaliyyətini davam etdirəcək. Sadəcə 28 may stansiyasından artıq Nizami istiqamətində, başqa sözlə Dərnəgül yaşıl rəngdə yazdığımız istiqamətdə hərəkət təşkil olunmayacaq. Ümumiyyətlə qırmızı xətt üzrə intervaldan əlavə olaraq yaşıl xətt üzrə də interval texniki cəhətdən mümkün olan ən minimal həddi 3 dəqiqə 30 saniyədir və bu qaydada 11 ay ərzində işlər aparılacaq. Xətlərin ayrılması layihəsinin ikinci vacib mərhələsi artıq intervalların azaldılması ilə bağlı olacaq. 2028-ci ilin ikinci yarısına qədər İçəri şəhər stansiyasının arxasında dönmə kamerası olacaq. Bununla da 28 may stansiyası da daxil olmaqla İçəri şəhər Həzə Aslanov istiqamətində intervalların 2 dəqiqə endirilməsi təmin olunacaq. Eyni zamanda yaşıl xətt üzrə Dərnəgül Nizami artıq xətlər ayrıldıqdan sonra Cəfər Cabbarlı və Xətai istiqamətində qatarların hərəkəti Xətai stansiyasından sonra inşa olunacaq 2 stansiyadan sonra intervalların 2 dəqiqəyə azaldılması təmin olunacaq. Gördüyünüz kimi çox ağır mürəkkəb bir kompleks layihədir. Bununla belə qarşıdakı dövrdə bəli sərnişinlərimizi müəyyən çətinliklər gözləyir. Mümkün qədər mövcud vəziyyəti asanlaşdırmaq, rahatlaşdırmaq ən vacibi metropolitenin hər iki xətti arasında şəhərin bir istiqamətindən digər istiqamətinə əlaqələndirməni təmin etmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə aparılmış təhlillər nəticəsində agentliyin müəyyən etdiyi istiqamətlər üzrə ekspres marşrutlar xəttə buraxılacaq. Hələlik ilkin olaraq 6 ekspres marşrut haqqında məlumatı təqdim edə bilərik. Bu marşrutlar metro nəqliyyatından istifadə etmədən 20 yanvar İnşaatçılar Elmlər Akademiyası Nizami stansiyasından birbaşa əks istiqamətə hərəkət etməyi, yəni nəqliyyat mübadilə mərkəzi olan 28 may Gənclik və Koroğlu stansiyalarına istiqaməti təmin edəcək. Bundan əlavə olaraq bilirsiniz ki, şəhərdə fəaliyyət göstərən müntəzəm marşrut avtobuslarımızın da hərəkət istiqamətləri çox vacibdir. O avtobus istiqamətlərinin böyük qismi məhz bir tərəfi digərlə əlaqələndirir. Həmin istiqamətdə əlavə avtobusların ayrılması ilə əsas sərnişin axınının artacaq tələbatının ödənilməsi, eyni zamanda intervalların tənzimlənməsi təmin olunacaq. Bəxtiyar müəllim, bu avtobuslar necə olacaq qiymətləndirilməsi? Ekspres marşrutların hər birisi ödənişli olacaq. Ödənişlər ümumiyyətlə hərəkət istiqaməti, başlanğıc sonuncu nöqtələr, aralıq dayanacaqları və digər məsələlərlə bağlı avqust ayının 15-nə qədər ictimaiyyətə bütün məlumatlar təqdim olunacaq. Eyni zamanda Bakı metropoliteninin və Aynanın qaynar xətləri vasitəsilə bütün sərnişinlərə əlavə məlumatlar da təqdim olunacaq. Yəni gediş haqqının pulsuz olma ehtimalı varmı? Məsəl üçün bir sərnişin mindi Dərnəgüllə 28-ə getmək istəyir. Nizamidə düşüb təzədən bir də avtobusa binmək 2 xat xərc eləyir onun üçün. Bəli, bəs bu xərclərin qarşısının alınması məqsədi ilə ekspres avtobuslar və eyni zamanda 2 xətt arasındakı stansiyalar arasında hərəkət edən avtobusların, yəni müntəzəm marşrutların tənzimlənməsi, əlavə avtobuslarla tənzimlənməsi həyata keçiriləcək. Əsas hədəf məhz elə sərnişinlərin metrodan da istifadə etməklə 2 qat xərcə düşməsinin qarşısını almaqdır. Çox sağ olun ətraflı məlumat üçün. Bəli, bizim hələlik çatdıracaqlarımız bu qədərdir. Buyurun, söz sizdədir. Aydındır Sümbül, sizə və qurum rəsmisinə isə ətraflı məlumat üçün təşəkkür edirik.